İkinci sınağın izahına baxırıq. Əvvəlcə 5-ci sualda baxaq. Hi Emily, would you like to come to the rock concert on Saturday night? Salam Emily. Şənbə günü gecə olacaq rock konsertinə gəlmək istərdinmi? It starts at 8, but the doors open at 7. Konsert saat 8-də başlayır, lakin qapılar saat 7-də bağlanır. I will wait for you at the entrance at 6:45. Mənsə saat 6:45-ə qədər səni girişdə gözləyəcəyəm. A variantında yazılıb ki, the concert is on Sunday. Konsert bazar günüdür. Lakin mətnimizdə yazılmışdı ki, konsert şənbə gündür. Ona görə A variantı səhv. B variantı yazılıb ki, Emily dostu ilə saat 6:45-də görüşəcəkdir. Bəli, elə düzgün cavabımız bu olacaq. Çünki burada deyir ki, mən səni saat 6:45-ə qədər gözləyəcəm. Yəni Emily gəlsə 6:45-də görüşəcəklər. C variantında deyir ki, the concert begins at 7. Konsert saat 7-də start, yəni begin başlayır. Lakin mətnimizdə yazılıb ki, saat 8-də başlayır. Ona görə C variantı da səhv. D variantında the entrance opens at 8. Giriş saat 8-də açılır. Xeyr. Girişin ümumiyyətlə açılması ilə bağlı heç nə yazılmamışdı. Sadəcə yazılıb ki, saat 7-də qapılar bağlanır və digər tərəfdən də saat 8-də konsert başlayır. Ona görə D variantı da səhv. Və E variantında they will meet after the concert. Onlar konsertdən sonra görüşəcəklər. Lakin burada deyir ki, mən səni konsertə dəvət edirəm və səni girişdə gözləyəcəm. Yəni onlar konsertə birlikdə gedəcəklər. Konsertdən sonra görüşməyəcəklər. Ona görə 5-ci sualda cavabımız B variantı. 6-cı suala baxırıq. Hi Tom. Salam Tom. We are celebrating Mia's graduation this Friday at my house. Biz bu cümə günü mənim evimdə Mia'nın məzuniyyətini qeyd edəcəyik. The party starts at 7 p.m. Konsert axşam saat 7-də, konsert yox, şənlik saat 7-də, axşam saat 7-də başlayacaq. Ümumiyyətlə PM olduqda biz axşam saatlarını nəzərdə tuturuq. AM olduqda isə səhər saatlarını. Demək bu şənlik axşam saat 7-də başlayacaq və gecə yarısına qədər davam edəcək. Bring your favorite music and come hungry. Pizza is on me. Deyə zəhmət olmasa, yəni deyir, nə gətir? Özünlə birlikdə sevimli mahnını gətir və xahiş edirəm ki, ac gəl, çünki pizzalar məndən olacaqdır. A variantına yazılıb ki, the party is on Saturday. Şənbə günü olacaqdır. Xeyr, mətnimizdə yazmışdı Friday. Ona görə A variantı səhv. B variantında deyir ki, saat 10-da bitəcək. Xeyr, midnight deyirsə gecə yarısı saat 12-ni nəzərdə tutur. Ona görə B variantı da səhv. C variantında the guests can bring music. Bəli, qonaqlar musiqi gətirə bilər özlərindən. Elə orada da yazmışdı ki, öz favori musiqini gətir. Ona görə C variantı düz olacaq. D variantında the party is in a restaurant. Restorandadır parti, amma mətnimizdə yazılıb ki, my house, evimdədir. Ona görə D variantı da səhv. E variantında isə deyir Tom is buying the pizza. Tom pizza alacaqdı. Xeyr, pizzaları Tom almayacaqdı. Elə Tomu salamlayırsa Toma müraciət edir. Toma deyir ki, ac gəl, pizzalar mənlikdir. Yəni bunu kim dəvət edirsə bu partiyə, şənliyə, pizzalar o verəcəkdir. Yəni Tomun özü ilə pizza gətirməyinə, pizza almağına ehtiyac yoxdur. Ona görə cavabımız C variantıdır. 7-ci sualda deyir Moonlight Cafe open from 8 a.m. to 11 p.m. deyir. Bu Moonlight, yəni ay işığı kafesi belə deyək. Səhər saat 8-dən axşam saat 11-ə qədər açıq olur. Everyday və hər gün bu yəni açıq olacaqdır. Special offer, burada xüsusi bir təklif də var. Buy 2 cups of coffee and get a piece of cake for free. Əgər sən deyir 2 fincan qəhvə alsan, bir dilim tortu pulsuz əldə edəcəksən. Yəni A variantına baxaq. The cafe is open until midnight. Az öncə dedik. Midnight deyəndə ağlımıza nə gəlməlidir? Gecə saat 12 gəlməlidir. Bunlarsa yazıb da 11-ə qədər olacaqdır. Ona görə A variantı səhv. B variantında you get free coffee with cake. Sən tortundan pulsuz qəhvə götürəcəksən. Baxın, burada pulsuz sözünü hara yazıb? Cake'in yanına yazıb. Yəni tort pulsuz olacaq, qəhvə deyil. Ona görə B variantı da səhv. C variantında the coffee opens at 9 a.m. Bu kafe səhər saat 9-da açılır. Mətnimizdə yazılıb ki, 8-də açılır. Ona görə C variantı da səhv. D variantında free cake comes with 2 coffees. 2 qəhvə ilə nə gəlir? Bir dənə pulsuz tort gəlir. Həqiqətən də orada yazıb ki, buy 2 cups of coffee and get a piece of cake for free. 2 fincan qəhvə al və bir dilim tortu pulsuz götür. Ona görə cavabımız D olacaq. E-də isə deyir ki, the cafe is closed on Sundays. Bazar günləri bu kafe, closed sözünün mənası nə deməkdir? Bağlı. Şənbə günləri, bazar günləri deyir, bu
kafe bağlı olur. Bu isə deyirdi everyday, hər gün işləyir. Ona görə E variantı da səhvdir. İndi isə böyük həcmli mətnimizə gəlib baxırıq. Aha. Mətnimizi oxuyaq. Chess is one of the oldest and most popular games in the world. Şahmat deyir dünyadakı deyir ən qədim və ən məşhur oyunlardan biridir. It's a game of strategy played between two people on a board with 64 squares. Deyir o 64 kvadratın üstündə, 64 kvadratı olan bir lövhənin üstündə iki nəfərin arasında oynanan strateji bir oyundur. The main goal is to put the opponent's king into a position called checkmate. Deməli, burada əsas məqsəd nədir? Əsas məqsəd odur ki, rəqibin kralının qarşısında gedib dayanasan və bunu da adlanırlar checkmate. Azərbaycan ilə tərcümədə buna biz şahmat deyirik. Chess is not only a form of entertainment but also a way to practice concentration and logical thinking. Şahmat deyir təkcə bir əyləncə forması deyil. O həm də nədir? Deməli, məntiqi düşünməni və konsentrasyon deməkdir. Yəni diqqəti cəmləməyə, diqqət cəmləməkdə praktika etməyin bir yoludur. The history of chess goes back more than 1005 years. Şahmatın tarixi 1500 il əvvələ qədər gedib çıxır. Most historians believe it began in India in the 6th century. Əksər tarixçilər düşünürlər ki, inanırlar ki, bu şahmat 6-cı əsrdə Hindistanda yaranıbdır. Burada önəmli məlumatların, illərin, yerlərin altından xüsusən xətt çəkirəm ki, tapşırıqlar işləyəndə mənim üçün asan olsun. The original game was called Chaturanga and included pieces representing four parts of an army: soldiers, cavalry, elephants and chariots. Aha, deməli burada bu deyir o orijinal oyunda onu Chaturanga adlandırırdılar. Burada da deyir müəyyən hissələr var idi. Bu bir ordunun 4 əsas hissəsini təmsil edirdi. Bu nə idi? Soldiers, əsgərlərdir, cavalry, bu cəngavərlərdir, qoşun deməkdir də. Elephants, fillərdir və chariots da döyüş arabaları. Bunlardan ibarət olubdu. Later the game spread to Persia. Bunu sileyim. Persia sözü oxunsun. Persia, where it was known as Shatranj. Deməli, bu oyun daha sonra Farslara keçibdi. Fars, yəni İran'a bir növ deyək də yayılıbdı. Və orada o satranj kimi, yəni şatranj kimi adlanıbdı. When the Arabs conquered Persia, they learned the game and introduced it to many parts of the Muslim world. Deyir ki, ərəblər bu Fars ərazilərini işğal eləyəndə onlar bu oyunu öyrəndilər və onu müsəlman dünyasının bir çox ərazilərinə yaydılar. Chess entered Europe during the Middle Age, where the rules slowly changed and the game looked very similar to the modern version. Deməli, bu şahmat oyunu daha sonra Avropaya daxil oldu orta əsrlər dövründə. Orta əsrlər dövründə deməli Avropaya daxil olubdu. Orada bu oyunun qaydaları yavaş-yavaş dəyişibdi və hazırki müasir versiyasına oxşamağa başlayıbdı. This new version of chess was faster and more exciting. Deyir, şahmatın yeni bu versiyası daha sürətli və daha əyləncəli, həyəcanlı idi. In the 19th century, chess changed from a pastime to an official sport. Və 19-cu əsrdə isə şahmat artıq nəyə çevrildi? Bir vaxt keçirmə məşğuliyyətindən bir rəsmi bir idmana çevrildi. Yəni onu demək istəyir ki, əvvəllər insanlar vaxtlarını keçirmək üçün bu oyunu oynayırdılarsa, artıq 19-cu əsrdən rəsmi bir idman növünə çevrilir. The first international chess tournament was held in London in 1851. Deyir, ilk dəfə bu beynəlxalq şahmat turnesi oyunu belə deyək 1851-ci ildə Londonda keçirilibdi. Later a world championship was established and William Stanitz became the first world champion. Daha sonra deyir bu dünya çempionatı təşkil olunubdu və William Stanitz də ilk dəfə dünya çempionu olmuşdur. In the 20th century, 20-ci əsrdə isə famous players as Capablanca, Fischer and Kasparov made the game even more popular. Və 20-ci əsrdə isə məşhur oyunçular, bunların adlarını bəlkə də səhv deyirəm, çünki adlarını belə eşitməmişəm, yəni
Capablanca, Fischer və Kasparov kimi şəxslər, belə deyək, məşhur oyunçular oyunu daha da məşhurlaşdılar. Today, chess is played all around the globe, both face to face and online. Bugün deyir şahmat bütün dünyada oynanılır, həm üz-üzə, həm də online bir şəkildə. It continues to inspire people as a game of intelligence, patience and creativity. Bu gün deyir o insanları demək bir intellektin, səbrin və yaradıcılığın oyunu kimi ruhlandırır. İnsanları buna ruhlandırır. 8-ci sualda deyir ki, mətnimiz nə haqqındadır? A world famous board game olacaq. Təbii ki, stol üstü bir dünyaca məşhur oyun idi. 9-cu sualda bizdən false, səhv istəyir. Chess came to Europe during the Middle Ages. Orta əsrlərdə gəlib Avropaya. A variantı düz idi. B variantı, the first version of game was called Chaturanga. İlk versiyası Chaturanga adlanır. Bəli, Hindistanda yarananda. C variantı, the first international tournament was in Paris. Baxın, burada Paris yazıb, amma mətnimizdə nə yazıb? London yazıb. Ona görə cavabımız elə C variantı olacaqdı, yəni səhv. D-də isə deyir, Arabs helped to spread chess to new countries, yeni ölkələrə yayılmasına ərəblər kömək etdi, bəli. Və E variantı, the goal of chess is to checkmate the king, bəli, şahı mat etmək idi, bəli, bu da düzgün cavab idi. 10-cu sualda cümləyə, mətn nəzərsin cümləni tamamlamaq deyir. After learning chess from Persia, the Arabs, farslardan öyrənəndən sonra şahmatı ərəblər neynədi? Onu demək, daha böyük ərazilərə yaymışdılar. Qoy görək. Carried the game across their empire. Öz imperatorluqları boyunca, öz ölkələri boyunca neynədilər? Onu yaydılar. Hətta burada da yazılmışdı. O, hara daxil oldu? Bütün müsəlman dünyasına daxil olmuşdu şahmat oyunu. B-də yazıb Olimpiya oyununa çevirdilər, xeyr. C-də yazıb ki, ilk müasir onlayn versiyasını yaratdılar ərəblər, xeyr. D variantında deyir ki, kralı bu lövhədən çıxartdılar da, figurların içindən kralı çıxartdılar, xeyr. E variantında deyir ki, dərhal oyunun qaydalarını dəyişdilər, bu da təbii ki, səhvdir. 11-ci sualda nə deyir? Deyir ki, suala cavab verir. Why was the 19th century important for chess? Şahmat üçün niyə deyir 19-cu əsr məşhurdur? Çünki burada o nəyə çevrilmişdi? Official sport. Baxın, burada da qeyd etmişdi, hətta altından da xətt çəkmişdi. 19-cu əsrdə rəsmi bir oyuna çevrilir. Elə A variantında demək onu öz əksini tapmışdır. Digər variantlarda bir göz attım hər ehtimala qarşı. Cavabımız A variantı olacaq ki, o turnamentlərin bir oyununa çevrildi. B variantında deyirdi ki, şahmat ixtira olundu, xeyr. C variantında deyir ki, ərəblər onu kəşf eləmişdi, xeyr. D variantında deyir ki, ilk dəfə Chaturanga oynanılmışdı, bu da səhv. E variantında isə deyir ki, Avropada şahmat yoxa çıxdı, bu da təbii ki, səhv fikirdir. 12-də bizdən düz cavabları istəyir. A variantında deyir ki, şahmatın 1500 ildən çox yaşı var. Baxın, mətnimizdə elə bunu hardaydı? İkinci abzasımızın ilk cümləsində yazıb. The history of chess goes back more than 1500 years. 1500 il yaşı var. Birinci düz. İkinci də Arabs called the game Chaturanga. Deyir, ərəblər onu Chaturanga adlandırdı. Xeyr, burada yazılmışdı ki, farslar onu şatranj adlandırırdı. Bu Chaturanga isə Hindistandaydı. Ona görə ikinci bəndimiz səhv olacaq. Üçüncüdə deyir ki, Steins was the first world champion. Steins deyir, ilk Avropa çempionu deyəsiydim. Deyir, Steins ilk deyir, dünya çempionuydu. Bəli, burada yazıb ki, became the first world champion. İlk dünya çempionuydu. 3-ü düz götürürük və 4-də deyir ki, şahmat artıq oynanılmır. Burada no var. Cümləmizi səhv, yəni inkar eləyir. Lakin cümləmizin axırında mətnimizdə deyirdi ki, o hələ də davam edir insanları ruhlandırmağa, cəsarətləndirməyə. Cavabımız 1-dən 3 olacaq. 14-də bizdən singular tək olanlar istəyir. Tək. A variantında people cəmdədir insanlar. B variantında 90 kökündən dəyişib öküzlər cəmdədir. D variantında stairs nərdivanlar cəmdədir. Və E variantında isə police toplu isimdir, cəmdədir. Cavabımız C variantı olacaqdır. Watch saat, pöpə kağız, hostess də təbii ki, hostessdir. 14-cü suala baxırıq. The Alps. Baxın, burada üstünlük dərəcəli sifət var. Ona görə bir dənə qəşəng the artikli qoyuruq. İkinci tərəfdə də Europe nədir? Qita adıdır və qita adlarının qarşısında artikl qoymuruq. Hələ mətnimizdə də Europe-un qarşısına baxın. Heç nə yazılmır. Çünki qita adları Afrika, Asia, Europe heç bir artikl qəbul etmir. Demək, birinci tərəf the artikl, ikinci tərəf boşluq olacaq. Cavabımız A variantıdır.
Qəşəng işarələyək. 15-ci suala baxırıq. 15-ci sual zamanlarla bağlıdır. Baxın, burada yesterday görən kimi bilməlisiniz ki, bu dünən deməkdir və keçmiş sadə zamandır. Baxırsan ki, hamısı da sual verir. Keçmiş sadə zamanda mən nə ilə sual verirəm? Did ilə sual verirəm də. Və did ilə sual verəndə də feilin sonundakı ed silinməli idi. Onda cavabım nə qalır? A variantı. Çox belə rahat sualdır. Çünki bu imtahana da düşə bilər. Baxın, zamanlar imtahana elə bu cür düşür, zaman zərfi ilə. 16-cı sualda bizdən nə istəyir? Məhsul növə çevirmək istəyir cümləmizi. Çevirmək istəmir. Buna cavab verin. Aha. Cümləmizə məhsul növdə cavab verməliyik. Gəlin əvvəlcə cümləmizi oxuyaq. Bu sual səhv eləmirəmsə ya dimdə var idi. Məncə dimdə idi belə bir sual. Güvəndə də var idi belə suallar. Biz işləmişik. Suallara passive voice-da, yəni məhsul növdə cavab vermək. Did they publish the book last year? Aha, gəlin. Deməli bizim cümləmiz məhsul növdə olması üçün nə lazımdır bizə? Mütləq şəkildə bir to be lazımdır. Elə deyilmi? Baxın, A variantında to be görmədim, getdi. B variantında to be yoxdur, getdi. Aha, digər variantlarda to be görürəm. Cümləm hansı zamandaydı? Did, keçmiş zamandaydı elə. Mən ona indiki zamanda cavab verəmmərəm ki, bu variantda getdi. Qalmışam D variantı ilə E variantı arasında. Mən bini bircə dənə nə vaxt istifadə edirdim? Has görəndə, have görəndə, daha sonra had görəndə istifadə edirdim də bitmiş zamanlarda. Have been, has been, had been şəklində. Was-la mən haçandan bin istifadə eləmişəm heç vaxt. Ona görə cavabım nə qalır? E variantı qalır. No, the book wasn't published last year. Sualda deyirdi ki, onlar kitabı keçən ilmi nəşr etdilər. Cavabda da deyirik ki, yox, kitab keçən il nəşr edilməyib. Baxın, məhsul növdədir. To be və 3-cü formalı feilimiz. 17-ci suala baxırıq. 17-ci sual qəşəng mövzudur, modal feillər mövzusudur. Gəlin, demək, nə edək? Gəlin biz sizlə nə edək? Məna cəhətdən tapmağa çalışaq, ya da cümləmizdə ipucu var. İkinci tərəfdə does-dan istifadə edilibdir. Deməli, mən birinci tərəfə elə bir modal feil qoymalıyam ki, onun mən ikinci tərəfində does istifadə edəyəm. Can qoysam, ikinci tərəfdə gərək can-dən istifadə edəyəm. Must qoysam must-dan, need qoysam need-dən. Cavabım ya B-dir, ya da D variantıdır. Və biz nə demişik, uşaqlar? Demişik ki, but olanda cümləmizin bir tərəfi təsdiqdirsə, digər tərəfi inkarda olmalıdır. Çünki but ziddiyyət bağlayıcısıdır da, amma deməkdir. Deməli, ikinci tərəfimiz müsbətdə, yəni təsdiqdədirsə, birinci tərəf inkarda verəcək, o da D variantındadır. Tərcümədə də deyir ki, Tom doesn't have to study tonight. Deyir ki, Tom deyir, bu gecə deyir, çox oxumayacaqdı, but her sister does. Amma bacısı oxuyacaqdı, yəni bacısı çox oxumadı. Cavabımız 17-də D. 18-ci suala baxırıq, bağlayıcı mövzusudur. Hərçənd ki, bunu sizdən hələ keçməmişik, yəni mövzu olaraq. Amma tərcümə ilə tapmaq olar. Nə deyir? Mary took her bag, left the room. Mary çantasını götürdü və otağı tərk etdi. 2 dənə ardıcıl hərəkət. Onu biz təbii ki və and bağlayıcısına bağlayacaq. Because çünki deməkdir. Mary çantasını götürdü çünki otağı tərk etdi mənasız səslənir. As də çünki deməkdir. O da yenə mənasız. If əgər Mary çantasını götürdü, əgər otağı tərk etdi, yenə mənasızdır. As soon as də yenə burada bizim şərtimizi ödəməyəcəkdir. 19-cu suala baxırıq. 19-cu sual, bu mübtəda xəbər uzlaşmasıdır. Biz mübtəda xəbər uzlaşması ilə bağlı demişik ki, həmişə söz öndən əvvələ baxırıq da. The film about dinosaurs was amazing. Dinozavrlar haqqında olan film qəşəng idi, yəni gözəl idi. Heyrətləndirici idi, möhtəşəm idi. Hər nə deyirik, deyirik. Baxın, uşaqlar. Bunu biz qayda ilə belə tapdıq da. Deyirik ki, söz öndən əvvəlki mübtədamız odur. Burada deyəs deyil ya, dinozavrlar möhtəşəm idi. Deyirik, dinozavr haqqında olan film möhtəşəm idi. Digər tərəfdən də, baxın, B variantında are cəmdə olan xəbər. D variantındakı are cəmdə olan xəbər. C variantı were cəmdədir, have been cəmdədir. İndi nətər ola ki, bax, buradakı ismim də cəmdədir. Bu 4 variantın 4-ü də uyğun gəlir. Heç belə test olarmı? Təbii ki, olmaz da belə bir test. Belə bir test alınmaz. Ona görə də cavabımız A variantıdır. Yəni, təkdə olanı seçirik. Bunu da biz mübtəda xəbər uzlaşmasına bağlı bir dərs keçəcəyik. Agreement. Orada da yenə ətraflı şəkildə izah edəcəm. 20-ci suala baxırıq. 20-ci sual söz önlərinə bağlıdır. Yəni, listen feilini görən kimi ağlıma dərhal təbii ki, to gəlir da.
Evening I listen to the radio. Hər axşam mən radioya qulaq asıram. Elə birinci tərəfə to qoymuşamsa, ikinci tərəfə də yenə to qoyacağam. Hələ uyğun da gəlir. The teacher explained the rules to the students. Müəllim qaydaları şagirdlərə izah elədi. Şagirdlərə. Yəni to burada nədir? Yönlük hal mənasında işlənir bir növ. 21-ci sual bizim təzə keçdiyimiz qaydadır. Deyir ki, sən hansı mahnılara qulaq asırsan? Təbii ki, which uyğun gələcəkdir də. Which songs are you listening to? Hansı mahnılara qulaq asırsan? Burada bir dənə məna cəhətdən which uyğun gəlir, həm də qayda cəhətdən də. Çünki mən when-i qoysam, when-dən sonra gərək bir dənə burada ç-mı olsun, yəni köməkçi feil. Why qoysam, gərək bir köməkçi feilim olsun. Whom qoysam, gərək yenə bir dənə köməkçi feil qoyum burada. Məsələn, desəm ki, sən kimə qulaq asırsan? Whom are you listening to? Kimə qulaq asırsan? Və yaxud da desəm ki, nə zaman qulaq asırsan? When are you listening to? Niyə qulaq asırsan? Why are you listening to? Baxın, yenə hamısından sonra are işlədirəm. Yəni, köməkçi feil işlədirəm. Lakin burada birbaşa nə gəlibdir? Bir isim gəlibdir. İsimlə işlənənlərimiz hansılardır? Biri which'dir. Which hansı mənasını verir. Bir də whose, kimin. Əgər variantımızda whose olsaydı, whose'u da seçə bilərdik. Whose songs are you listening to? Kimin mahnısına qulaq asırsan? Kimin mahnılarına qulaq asırsan? Yoxdur, how-dakı təbii ki, necə mənasını verir? Bu, burada uyğun gəlmir. Çünki elə how da özündən sonra köməkçi feil istəyən bir sual sözdür. 22-ci sualımızda bizdən sinonimlər, yəni yaxın mənalı sözlər istəyir. Elə cavabımız A variantı olacaq. Çünki race də, competition da hər ikisi nə deməkdir? Yarış deməkdir. Bu sınaqlardan mən sizə çox atacağım və hər dəfə işləyəndə xahiş edirəm. Burada sinonimləri, antonimləri çıxardıb yazıb öyrənin. Strength güc deməkdir. Güc. Weakness isə zəiflik deməkdir. Baxın, bunlar mənaca əksdirlər. Bax, bunu da qəşəngcə yaza bilərsiniz antonimlər olaraq. Arrival, gəlib çatma. Departure, tərk etmə. Gəlib çatma ilə birbaşa çatma yazım da, çatma. Yəni, isimdir də, nitq səsi olaraq, ona görə çatmaq yazmıram. Departure-də tərk etmə. İsim olduqlarına görə fiil şəklində yazanmıram da, tərk etmək yaza bilmirəm. Sonra patience, səbir, justice, ədalət, bunların heç əlaqəsi yoxdur. Entrance, giriş. Exit də təbii ki, bilmiş olarsınız, exit, çıxış. Çox çıxır qabağımıza bu söz. Bunlar da nədir? Antonim sözlərdir. Yenə qeyd edilərsiniz. 23-cü sualda isə bizdən nə istəyir? Antonimləri, yəni əks mənaları istəyir. Buy almaq, purchase, bu da almaq. Yenə baxın, sinonim öyrənsiniz. Nə qəşəng. Bunlar sinonimdir. Bunu hansısa qrupda da yazmışdım. Deyəsən 796-da yazmışdım. 161-də də yazmış ola bilərəm. Nəsə onu boş verin. Speak, talk, hər ikisi danışmaq, söhbət etmək. Baxın, bunlar da sinonimdir. Yenə qarşılarında qeyd edirəm. Dəftərinizə yazıb öyrənərsiniz. Accept, qəbul etmək, refuse, rədd etmək. Elə cavabımız bu olacaq. Elə üstündən də yazım. Q etmək yazıram uşaqlar. Yəni, qəbul etmək. Buna da rədd etmək. Bu sığışdı bura. Rədd etmək. Bunlar əks mənalıdır. C. Build, construct, hər ikisi tikmək, inşa etmək deməkdir. Tikmək. Bunlar sinonimdir. Enter də, join də, hər ikisi daxil olmaq, qoşulmaq. Daxil olmaq. Bunlar da sinonimidir. Sonra 24 definition'da sözün mənasını müəyyən etmək lazımdır. Annoying, qıcıqlandırıcı deməkdir. Yəni, əsəbimizə səbəb olur. Buradan tapa bilərdik. A variantı. Daily, gündəlik deməkdir. Yəni, everyday, hər gün baş verən. Talented də istedadlı deməkdir. Elə ability, skill, bacarıq, qabiliyyət bu sözlər bizə kömək edir ki, mənanı tapaq. 1A, 2C, 3B cavabımız B variantı olacaq. 25-də bizdən səhv definitionlar istəyir. Aha, maraqlıdır. Elegant, attractive in appearance. Elegant, belə Azərbaycan dilində də istifadə edirik. Deyirik ki, o çox elegant adamdır. Yəni, belə çox cəlb edici, şaşalı, zəngin görünümlü. Bu düz. Birincinin definitionunu düz verir. Deyir, görünüşcə cəlb edici biri. Hətta siz burada elegantdan attractive sinonim də götürə bilərik. Enormous, baxın. Enormous çox böyük deməkdir. Big yazacağım üstünə. Very big hətta. Bigin sinonimidir da. Very little. Balaca deməkdir. Balaca. Yəni tiny. Yəni small.
Little, tiny, small üçü bir sinonimdir. Big, enormous, sonra large da yazacağım buradan. Large. Sonra nə bilirsiniz böyük sözü? Gigantic var və s. də. İçini götürdüm. İçini səhv veribdi də. 3-ə baxıram. Exhausted, very tired. Bunlar ikisi də yorğun deməkdir. Yorğun. Bunları da sinonimlə qeyd edilərsiniz, zəhmət olmasa. Freezing, dondurucu deməkdir. Dondurucu, yəni cold. Qoy yazım burada. Cold. Very hot isə isti deməkdir. Yəni ki, warm. Bunlar antonim daxı. Burada deyir ki, definition səhv olanları seç də. Hə, bunun definitionu səhvdir. 4-ü də götürürəm. Quiet, sakit. Sakit. Noise isə səs-küylü deməkdir. Səs-küylü. Quiet sözünün başqa sinonimləri də var. Biri silent. Biri peaceful. Bunları elə belə yazmıram ha. Soruşacağım. Yazın. Və 5-ci. 2, 4, 5 olacaq burada da cavabımız. Və gəldik, çıxdıq sizin ən çox sevdiyiniz məsələyə. Yəni, hekayə və yaxud da sizin deyiminizlə desək, esse yazmağa və yaxud da şəkil təsvirinə. Birinci şəkildə baxırıq ki, nədir? Qız soyuq. Elə bildim burada qar yağıb, sonra baxıram çox qız don geyinibdi. Yəni qar deyilmiş. Bu bayağı bildiğimiz isti havaymış. Nəysə. Tamam. Gəlin başlayaq. O birinci möhtəşəm cümləmizlə başlayaq. Günün təsviri ilə. It was a beautiful summer day. Güzel bir yay günüydü. The sun was shining. Güneş parıldayırdı. The sun. Xəttim görün nə qəşəngdir. Lövhədə sərgəsiz yazmama baxmayın. The sun was shining. Güneş parıldayırdı. Qızımızın adını nə qoyaq? Diana qoyaq mı? Diana played. Hatta was playing yazacağım. Daha belə qəşəng olsun. Parkda oynuyordu. Was playing in the park'da bura yoxsa həyətdir? Park oxşuyur. Park yazaq. Playing in the park. Oy. Bizə dəqiqə dayanma. Dayanma. Yuxarı çəkməyə çalışma. Ha, the park. Yox da. Suddenly. Qəflətən. Ümid edirəm ki, bura sıxışdıra bilərik. Suddenly. She heard. O eşitdi. Nə eşitdi? A strange voice. O qəribə bir səs eşitdi. Then daha sonra she looked around. Look around uşaqlar ətrafa baxmaq deməkdir. Looked around and saw a little, hətta burada bir balaca cute, a little cute dog. Balaca şirin bir it gördü. It was helpless and alone. O yalnız və köməksiz idi. Aha. Sonra yazaq ki, Diana buraya yazacağım thought.
Yaza bilmirəm. Aha, yazdım. Diana thought that. Diana düşündü ki the dog. Uşaqlar, niyə burada dog sözünün qarşısında mən the article yazdım ki? Ona görə ki, artıq biz bilirik ki, söhbət hansı itdən gedir. Onun parkda gördüyü balaca şirin itdən söhbət gedir. Bax, birinci dəfə it haqqında danışarkən qarşısında the article qoymuşdum. Artıq ikinci dəfə danışanda the article qoyuram. And Diana thought that. Aslında burada Diana yerine she də yaza bilərdim də, nəysə. Diana thought that the dog was hungry. It acdı. So, beləliklə və yaxud da burada that's why da yaza bilərik. She feed feili yedizdirmək belə yazılır indiki zamanda, amma keçmiş zamanda artıq onu bir dənə i hərfindən yazacaq. Yəni e hərfindən. She fed it. Aha. Next yazım. Bəlkə after a few moments later. Yox, a few moments later. Yox, yaxşı. Onu da yaza bilərik əslində. Nəysə, tam mənim yerim balacadır. Zənlə məsələn həll edeyim. Then daha sonra, burada çox əslində fərqli şeylər fikirləşmək olur. Atasını çağırdı, atası itə baxdı, nə bilim nə. Və yaxud da deyə bilər ki, itin sahibi gəldi, çıxdı. Then the owner sahib deməkdir. The owner of the dog itin sahibi came there, ora geldi, and thank you feilidir da. Thank you, sənə təşəkkür edirəm. Thank təşəkkür etmək. Keçmişdə də olacaqdı thanked. Regular verb'də də yaxına bir dənə idi əlavə edir. And thanked. Oy, sığışmadı. Diana. Diana'ya təşəkkür elədi. Diana'ya təşəkkür elədi. Sonra nə yaza bilərik? Nə bilim, it xoşbəxt idi falan deyib məsələn bağlaya bilərik. İndi gələk görək burada neçə dənə söz yazdı sizin teacher'ınız. Sarı rənglə işarə edir. Hayda. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52 dənə söz. Super. Super duper. Ümid edirəm ki, bura qədər izlədiniz izahı. İzləyən şagirdlərə çoxlu təşəkkür edirəm. İzləməyən şagirdlərə onu demək istəyirəm ki, çox şey qaçırasınız. Nəysə, onsuz da baxmayacağınıza görə də bu cümləmi işləməyəsiniz. Baxanlar baxmayanlara çatdırar ki, çox şey qaçırırlar.